Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, Seyyid Əli Sistani rəyinə əsasən başa və ya ayağa məs çəkərkən əlin içi ilə məs çəkmək vacibdir, yoxsa vacib deyil? Cavab budur ki, xeyr, vacib deyil. Dəstəmazda şəxs əlinin barmağın ucundan dirsəyə qədər olan hissə ilə, yəni o ki, biz dəstəmazda qolumuzu yuyuruq, bizə vacibdir, dirsəkdən ta barmağın ucuna qədər. Seyyid buyurur ki, bu hissənin hər hansı bir hissəsi ilə başa və ya ayağa məs çəksə kifayət edər. Yəni, əlin içi də olsa olar, üstü də olar, bilək də olar, biraz yuxarı, aşağı fərq etməz. Bu hissənin hər hansı bir yeri ilə başa və ayağa məs çəkilsə kifayət edər. Baxmayaraq ki, yaxşı olar ki, əlin içi ilə çəkilsin, amma vacib deyil. Dediyimiz hissədən hər hansı bir hissə ilə şəxs başına və ayağına məs çəksə, dəstəmazı səhih olar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.